Господь, мы молимся за Азербайджан, Ya Rabbim, Azərbaycana görə dua за edirik. президента и его семью Prezidentə görə və onun ailəsinə и görə все правительство в və Азербайджане. bütün hakimiyyətə görə Azərbaycanda Пошли свое пробуждение в этом краю. və bu ölkədə oyanışa görə Открой сердце для Евангелия. müjdə üçün ürəkləri aç. Защити церковь и верующих. İmanlıları və kilsəni sən qoru. Даруй единство и свет, Sən birlik və nur saç. мудрость и праведность. Müdriklük və Пусть на salihlik. этой земле звучит хвала только Тебе. Qoy bu yer üzündə izzət yalnız sənə Мы верим, məxsus что Ты olsun. поднимаешь свет среди tьмы. Və biz inanırıq ki, zülmətdə sən nur И qaldırırsan. Твоя рука не сократилась, чтобы спасать. Və sənin əlin qısalmayıb ki, xilas edəsən. Господь, мы также молимся за Израиль. Və həmçinin ya Rəbbim İsrailə görə Господь, сохрани dua Твой edirik. народ. Öz xalqını qoru. Даруй им мир из Иерусалиму. Yerusəlimə sülh И яви там свою славу. və öz izzətini orada Мы göstər. благословляем Израиль, Və biz xeyirdolandırırıq İsrail потому что Ты xalqını. сказал, Ona görə ki, sən dedin, благословляющих Тебя я благословлю. sənə xeyir dua verəni mən xeyirdolandıracağam. Мы также молимся за нужды. Və biz həmçinin ehtiyaclara Ты görə dua знаешь edirik. каждую записку, которая написана здесь. Və hər bir məktubu qaldırırıq. Каждую молитву, вознесенную Тебе в тишине. Və sakitlikdə sənə qaldırılan duaları qaldırırıq. Смотри каждую нужду человека по сердцу ему. Və hər bir ehtiyacı yazan insanın ürəyinə görə Исцели gör. больных. Və öz müdafiəni gətir. Протяни туда свою исцеляющую руку. Və öz qoruyucu və şəfa verən əlini uzat. Аминь. Amin. Теперь присаживайтесь. Zəhmət olmasa əyləşin. Сейчас будет несколько объявлений. İndi bir neçə elan olacaq. Первый это encounter, Birinci encounter barədə. который пройдет с 11 по 13 апреля Aprelin 11-dən 13-nə kimi в районе keçiriləcək Кусары. və Qusar şəhərində olacaq. Это особое время, когда мы можем встретиться с Богом. Bu həmin o vaxtdır ki, Tanrı ilə görüşə И bilərik осталось всего несколько мест. və bir neçə yer qalır. Поэтому после собрания можете подойти на ресепшн и записаться. Və ona görə də yığıncaqdan sonra resepsiyona yaxınlaşıb qeydə ala bilərsiniz. Также скоро у нас Пасха. Və yaxınlarda Pasxa И bayramı поэтому yaxınlaşır. 18 апреля в 19:00 18 aprel 19:00-da в церкви будет Страстная Пятница. kilsədə istirablı şənbə В keçiriləcək. этот день всех христианский мир вспоминает страдания Иисуса, Və həmin günü bütün xristian dünyası который понес за наши грехи на кресте. Məsihin istirablarını yada salır, hansı ki çarmıqda Это aparır. особое время tişini, Və bu sakitlik, sükut vaxtıdır размышлений və o düşünmə vaxtıdır. и благодарности за великую жертву, Və ürəyində təşəkkürlə которую Он принес для Böyük спасения qurbana görə. каждого из нас. və dirilmə olub bizim hər birimizə görə. Пусть в этот день наши сердца будут наполнены смирением, молитвой Və bu həmin günü bizim ürəklərimiz mütülüklə və dua ilə dolu olsun. и глубокой благодарностью Ему. Və Tanrıya böyük şükürlə Остановиться и подумать о главном и проявить Ему время Господу, уделить время. və biz gərək dayanaq və ən vacib olan şeyi düşünək və Tanrıya vaxtımızı ayıraq. Также 20 апреля Və həmçinin 20 aprel в нашей церкви пройдет пасхальный концерт Pasxa konserti и keçiriləcək пасхальное служение, və Pasxa xidməti keçiriləcək. посвященный воскресению Иисуса Христа. Və İsa Məsihin dirilməsi Пасха – это победа над смертью və Pasxa ölümün üzərində qələbə и deməkdir света над тьмой. və zülmətin üzərində nurun qələbəsi Приходите deməkdir. сами, приглашайте своих друзей и близких. Və özünüz də gəlin, dostlarınızı, tanışlarınızı da dəvət edin. Пусть этот праздник наполнит наши сердца верой и надеждой. Qoy bu bayram bizim ürəklərimizi ümidlə və sevinclə doldursun. И также после собрания студент библейской школы
Və həmçinin yığıncaqdan sonra Bibliya məktəbinin А, tələbələri Пускай пройдут в правую сторону для встречи с пастором Игорем. zəhmət olmasa sağ tərəfə keçsinlər ki, pastor İqırla görüş olacaq. Это все. Спасибо за внимание. Teşekkür Будьте ederim. благословенны. И теперь пастор Игорь поделится. İndi isə pastor İqır bölüşəcək. Аллилуйя. Доброе утро всем. Sabahınız xeyir olsun. Ну, вы, наверное, многие уже догадались вообще, зачем я сюда вышел. Çoxlarınız yəqin başa düşdünüz niyə görə mən bura çıxmışam. Аминь. Классно сегодня славили Господа. Bu çox gözəl, bugün Tanrını izzətləndirirdik. Бог что-то делает, Tanrı nəsə edir и Он хочет, чтобы мы шли за Ним. və Tanrı istəyir ki, biz onun ardınca gedək. Я тебе просто, я вдохновлен пятничным прославлением. Və mən çox У нас ruhlandım. было служение, 5-ci поклонение. günü bizdə həmd günü idi. Я здесь плакал. Mən burada ağlayırdım. Как пришел, сначала прыгал, Birinci gəldim, oppandım. а потом просто плакал. Sonra sadəcə ağlayırdım. Бог касался. Tanrı toxunurdu. И знаешь, самое классное, что Бог, Он хочет нас касаться. Və ən əlası И мы должны ему позволить это сделать. Və biz geri icazə verək. Иногда мы думаем так, что когда человек плачет, значит что-то с ним неправильно. Bəzi vaxt düşünürük ki, insan ağlayırsa yəqin nəsə düzgün baş vermir onun həyatında. Niyə? Yox, elə deyil. Иногда ты можешь просто попасть в присутствие Отца, Arada sən sadəcə atanın huzuruna где ты düşürsən можешь чувствовать Его защиту və sən onun müdafiəsini hiss и Его edirsən обеспечение. və onun təminatını hiss edirsən. Аминь. Amin. И я верю, что сегодня время не только славить Господа, Və mən inanıram ki, bugün nəinki Tanrının Только что мы vaxtıdır. поклонялись. Biz indi səcdə edirdik Rəbbə и хорошее время. və çox gözəl bir Почему мы vaxt idi. Niyə поклоняемся? görə biz səcdə edirik? Чтобы prорваться. Ki biz dəlib keçək. Потому что целая неделя была. Ona görə ki, bütün həftə boyu Мы были в keçir. каких-то сражениях, в Biz каких-то müəyyən bir, ситуациях. şəraitlərdə, Что-то с нами vəziyyətlərdə, происходило. mübarizələrdə olmuşuq. А Bizimlə возможно, у nəsə кого-то baş было verirdi. просто все хорошо. Bəlkə də kimlərsə hər şey çox əla keçir. И когда мы поклонялись, кто-то стоял, просто и воздавал славу Богу. Və biz izzətləndirəndə kimsə yalnız Tanrıya izzət verirdi. А кого-то Бог возвращал. Lakin Tanrı kimisə И qaytarırdı. говорил, может быть, в это время, когда мы славили Его, что не бойся, я с тобой. Bəlkə izzətləndirdiyin vaxt Не Tanrı sənə смущайся, deyir ki, я qorxma, твой mən Бог. səninləyəm. Qorxma, mən sənin Allahınam. И знаешь, когда ты уйдешь сегодня после слова, после Və прославления, bu günləri sözdən sonra, həmddən sonra я тебя уверяю, ты уйдешь совершенно другим mən человеком səni əmin elətdirmək istəyirəm ki, tamamilə başqa bir insan gedəcəksən. до следующего воскресенья. Növbəti bazar gününə kimi. Писание говорит, когда мы собираемся, это сила. Və müqəddəs kəlam deyir ki, biz yığışanda bu gücdür. Бог приходит в свой народ. Tanrı öz xalqının yanına gəlir И когда мы Его находим, və biz onu tapanda мы не только знаем, что Он есть, biz nəinki bilirik ki, o var. мы Его ощущаем. Biz onu hiss edirik. Аминь. Amin. И я хотел бы сказать, что сегодня мы тоже можем проверить также свое сердце. Və istəyərdim ki, bu günləri biz ürəklərimizi də yoxlayaq. Потому что пожертвование или даяние, Ona görə ki, iyanələr və yaxud təqdimlər это связано также с поклонением. bu da səcdə ilə bağlıdır. Иногда очень легко славить Бога, Bəzi vaxtda çox asandır Слушать Tanrını Слово Божье. izzətləndirmək, Tanrının kəlamını dinləmək. но Писание говорит, что мы всегда должны давать Богу первое место в своей жизни. Lakin müqəddəs yazı deyir ki, hər zaman Tanrıya məhz birinci yeri verməliyik. Мне nравится один муж Божий, Bir dənə Tanrının, Allahın который так говорит, когда ты утром просыпаешься, kişisi xoşuma gəlir. O deyir ki, sən səhər начни oyananda день с Господа, gününü Rəblə başla. чтобы мир не вошел вперед Него в твою жизнь. Ki bu dünya ondan əvvəl sənin həyatına daxil olmasın. И я верю, что когда мы сеем, Və свои inanıram finanсы. ki, biz maliyyələrimizi əkəndə это также поклонение. bu da həmçinin səcdə Где мы в deməkdir. это время можем просто сказать, Бог, спасибо тебе. Sən həmin ərəfədə deyirsən, ya Rəbbim sənə Спасибо, şükür что у меня есть olsun. работа. Şükür eləyirəm ki, mənim Спасибо işim var. сегодня, что я не где-то там нахожусь никчемный, бездомный. У меня Şükürlər есть olsun ki, все, mən чем ты меня evsiz, благословил. baxımsız birisi deyiləm, lakin məndə hər şey var. И когда сегодня я буду сеять, я хочу тебе просто воздать всю славу и Və хвалу. bugün mən sənə təqdimlərimi gətirəndə mən sənə bütün şükürləri vermək Я в istəyirəm. твоих руках. Ona görə ki, mən sənin əllərindəyəm. Притча говорит так. Və Süleyman məsələlərində belə Перед deyir. тем, как мы будем сеять, прочитаем Слово Божье. Əkməmişdən öncə biz Tanrının kəlamını oxuyaq. 3 глава, 9-10 стих. Və Süleyman məsələləri 3-cü fəsil Кто знает это слово? 9-cu ayə. Kim bunu Но Писание говорит, нам не только надо его знать, нам надо его исполнить.
Tanrı deyir ki, biz nəinki слышащий, исполняющий, строить свой дом bilməliyik, lakin на bunu скале. hərəkətə keçməli. Здесь Ona написано- görə ki, eşidib yerinə yetirən qalada qurur evini. Скажи так, это мне. Və dinən ki, bu mənim Ты üçündür. же не отдашь это никому. Sən axı bunu heç kəsə verməyəcəksən. Чти Господа от имения твоего. Rəbbi var dövlətinlə, məhsulların nübarı ilə şərəfləndir. Представляете, нам надо почитать Бога. Təsəvvür eləyirsiniz, biz onu От şərəfləndirməliyik. всего, что мы имеем. Bütün var Я верю, dövlətimizdən. что все, что мы имеем, хорошо, когда там есть Бог. Və mən düşünürəm ki, bizim nəyə malik isə, həmin orada Tanrı Я верю, мы olanda ən должны- yaxşısı odur. Своих детей вдохновлять, чтобы они ходили в церковь, чтобы они были служителями, пасторами. Нам надо верить в это. Biz hər zaman uşaqlarımızı ruhlandırmalıyıq ki, uşaqlarımız kilsəyə gəlsinlər, onlar xidmətçi olsunlar, pastorlar olsunlar. Biz buna inanmalıyıq. Но также говорит, чтобы мы чтили от всех прибытков твоих. Lakin həmçinin burada deyilir ki, bütün məhsulun nübarından onu şərəfləndir. То есть, когда я получаю финансы, первое, Bu o deməkdir ki, sən hansı Это мой maliyyələr прибыток. əldə edəndə bu sənin gəlirin deməkdir. и я могу почтить Бога. Və bununla mən Rəbbi şərəfləndirə bilərəm. Я имею работу, Mənim işim var, я заработал, mən qazandım и этим я могу сказать Богу спасибо. və bununla mən Rəbbə təşəkkürümü bildirə bilərəm. От всех прибытков это значит поставить не последнее даяние в своей жизни, но последнюю очередь. Bütün Когда я gəlirlərimdən o всё demək deyil рассчитал. ki, mən hər şeyi hesabladım, saydım, потому что осталось- sonradan nə qaldısa Ну, Господь, ondan. слава Богу, осталось, я Və тебе deyirik ki, отдам. ya Rəbbim şükür olsun nəsə qaldı, bax indi sənə Написано verərəm. наоборот. Yox, əksinə yazılır. Сначала я должен подумать о Боге. Lakin burada yazılıb ki, Сначала я nübardan должен воздать Богу славу, ilk öncədən mən Rəbbə izzəti gətirməliyəm. а потом уже Sonra isə сделать все, что я запланировал. başqa planlaşdırdığım И işləri тогда Бог görürəm. нам обещает. Və o zaman Tanrı И bizə тогда vəd verir. наполнятся житницы твои до избытка. И Onda, точила твои будут переливаться новым вином. onda anbarların neymətlə dolar, şərab çənlərin təzə şərabla daşar. Кто хочет этого? Kim bunu istəyir Давай проверим сегодня. və gəlin Я знаю, что вы такие. edək, gəlin yoxlayaq. Mən Спасибо bilirəm ki, вам siz за все beləsiz. ваши даяния и Sizə десятины. təşəkkürümü bildirirəm bütün təqdimlərinizə görə, Но я верю, onurlarınıza что görə. Бог это хочет опять вас греть. Может быть, кто-то уже оступился. Lakin mən inanıram ki, Кто-то уже, может быть, Tanrı не жертвует. yenidən bu Потому что yanğını как бы ему не gətirmək istəyir. хватает, Ona и не görə ki, bəzi хватает, и insanlar не ola bilsin ki, хватает. gətirmir, ona görə ki, onda Может onun быть, это özündə для тебя сегодня çatmır. вызов Və bəlkə sənin üçün bugün проверить çağırışdır. твое сердце, ki, sən поклоняюсь ли я своими ürəyi финансами yoxlayasan ki, Богу. mən maliyyələrimlə Tanrıya səcdə edirəm. И если это ты, Əgər sənsənsə, я просто говорю тебе, прорвись, mən sənə deyirəm dəlib keç. сделай Bunu et. этот rывок вперед. Bu qabağa addımı. И я верю тебе, Бог сказал, Və mən inanıram ki, Tanrı Это не мои deyir, слова, это bu его. mənim sözlərim deyil, bu onun sözləridir. я восполню все твои нужды. Sənin bütün ehtiyaclarını Bu своему ödəyəcəm достатку. öz varlığıma görə. Ты здесь сегодня? Sən buradasanmı bugün? Аминь. Давайте будем сеять. Gəlin əkək. Отец, во имя Иисуса, Atay Saməsin ismi ilə. я благодарю Тебя за эту свободу. Mən minnətdaram bu azadlığa görə. Поклоняться Тебе финансами. Ki, maliyyə ilə biz sənə səcdə edə bilirik. Я благодарю Тебя, что это принесет благо в нашей жизни. Mən inanıram ki, bu bizə xeyir gətirəcək həyatımıza. Мы проходим разные ситуации, Biz müxtəlif vəziyyətlərdən keçirik. которые воруют нам благословение Бога. Və Tanrının xeyir duasını bizim həyatımızdan oğruyur. Но сегодня дай нам победить. Lakin bizə icazə ver ki, bugün qalib Дай нам olaq. довериться Тебе больше, İcazə ver ki, sənə daha çox ümid bəsləyək. чем смотреть на все проблемы и обстоятельства. Nəinki problemlərə və yaxud baş verənlərə baxaq. Потому что мы знаем, что Ты заботишься о нас. Ona görə ki, bilirik ki, sən bizim qayğımıza Ты знаешь, qalırsan. сколько волос на нашей голове. Sən bilirsən ki, başımızda nə qədər tük Ты var. знаешь, что будет завтра в Sən нашей bilirsən жизни. həyatımızda sabah nə Ты olacaq. всемогущий, Sən вездесущий qüdrətlisən və Господь. hər yerdəsən. И мы благодарим Və Тебя biz за это, minnətdarıq sənə buna görə что мы можем служить ki, Тебе biz sənə xidmət edə bilirik и быть Твоей церковью. və sənin məbədin ola bilirik. Спасибо Тебе. Təşəkkür edirik sənə. Во имя Иисуса Христа. İsa Məsihin ismi ilə. И весь народ сказал Və bütün xalq desin, Аминь. amin. Давайте будем сеять. Gəlin əkək.
Да, у нас также есть онлайн-пожертвование, Bizim həmçinin onlayn iyanələrimiz и вы var можете также сеять через онлайн-пожертвование. və həmçinin onlayn vasitəsilə iyanə gətirə bilərsiniz. Для меня даже это удобнее всегда. Я думаю, тоже для многих это удобно сеять через онлайн. Bu çoxları üçün daha rahatdır onlayn vasitəsilə iyanələr gətirmək. Аллилуйя! Halleluya. Господь еще приготовил нам сегодня Слово Божье. Tanrı həmçinin Я приглашаю пастора hazırlayıb Юсифа, və pastor Yusifi dəvət edirəm. и мы готовы принимать. Və biz hazırıq ki, qəbul edək. Спасибо. Аллилуйя. Şükür sənə Rəbb, sənə minnətdarıq. Господь, я благодарю Тебя, я славлю Mənə Тебя. kömək etsən, kəlamı mən insanlara çatdırım. Помоги мне, чтобы я Azərbaycan передал dilində. Твое Слово на азербайджанском языке Твоему народу. Bütün izzət sənə olsun. Вся слава да будет Тебе. Yerin göyün sahibi, Ты, сотворивший небо и землю. ata oğul müqəddəs. Во имя Отца, Сына и Святого Духа. Sabahınız xeyir. Доброе утро. Amin. Qonşuva soldan sağdan deyin. Nə yaxşı bu gün görsənirsən, yaxşısan, Скажи своему qəşəngsən. соседу справа и слева, ты сегодня очень хорошо выглядишь. Amin. Şükürlərimizə. Yaxşı sözlər bizim həyatımızda təbəssüm yaradır. Хорошие слова производят в нашей жизни улыбки, Təbəssüm də sağlamlıq yaradır. а улыбка производит здоровье. Amin. Ona görə biz həmişə yaxşı söz bir-birimizə deyək И поэтому мы должны говорить добрые слова друг другу. və sözsüz kilsədə də. И, конечно же, в церкви. Bu gün mənim deməli mövzum çox bir vacib bir mövzudur Сегодня у меня очень важное və слово, ondan da istərdim danışmaq. и я бы хотел поделиться с ним с вами. Sədaqət və sədaqətsizlik. Верность и неверность. Amin. Аминь. O bir çox vacib bir mövzudur Это очень важная тема. və ümumiyyətlə biz bilməliyik ki, Tanrı istəyir ki, biz sədaqətli olaq, И мы должны знать, что Бог, Он желает, чтобы мы были верными, vəfalı olaq. чтобы мы были Ver- верными. Amin. Çox sinonimlər var. И это очень много синонимов есть этого слова. Amin. Amma əsas istəyir ki, biz sədaqətli olaq. Но самое важное, Бог желает верности Və от ümumiyyətlə нас. çox dillərdə И на многих və языках, ümumiyyətlə rus dilində и особенно на русском языке, sadiq sözü və inam sözündən bir kökü var. у слова верность корень вера. Həm ingilis, həm rus dilində. И на русском, и на английском языке. Və sadiqlik nə olan şeydir? И что такое верность? Həqiqətə uyğun olan, Это то, что является истиной, то есть относительная истина. то, что относится к истине. Düzgün, Правильно, dəqiq, точно, etibarlı, верно, möhkəm, крепко, sabit, постоянно. vəfalı deməkdir. И это обозначает быть верным. Amin. Və ümumiyyətlə Allahın padşahlığında çatan sədaqətli insanlar olacaq. И в общем, если мы посмотрим, в Божье Царство войдут только лишь верные люди. Və sədaqətdən danışanda biz həmişə Tanrını yada salırıq. И каждый раз, когда мы говорим о верности, мы вспоминаем Господа. Ona görə ki, Tanrı sədaqətin qaynağıdır. O Потому özü sədaqətlidir. Bог, Он является источником верности, Он сам верность. Və o həmişə sədaqətlidir. Он всегда был O верен, həmişə vəfalıdır. Он был всегда. Və o deyir ki, mən axıra kimi səninlə olacağam. И Он говорит, что я до скончания веков я буду с Amin. тобой. Səninlə olacağam. С тобой я буду. Baxmayaq ki, sən onu hiss edirsən, hiss etmirsən. Несмотря на то, что ты меня чувствуешь или не Amma чувствуешь. Rəbb deyib ki, mən səninlə Но olacağam. Господь говорит, что я буду с тобой. Və ondan savayı, ondandır ki, o sənin daxilindədir.
И несмотря на все эти слова, Он внутри тебя. Amin. Və sözsüzdür, Rəbb də bizdən sədaqət gözləyir. И, конечно же, Бог ожидает от нас O верности. bizim üçün nümunədir Он для нас является примером. və biz ona baxaraq И так как мы смотрим на biz Него, dəyişilə bilərik. мы меняемся. Ümumiyyətlə, biz hamımız bu dünyadan gəlmişik, И все мы пришли из этого мира. günahlı halda И мы пришли və грешниками. biz o tövbəni qəbul И eləmişik. мы приняли это прощение. Və Rəbb də indi gözləyir ki, biz dəyişilək. И Господь, Он ожидает, чтобы мы менялись. Və biz kimə baxaq? И на кого мы должны Biz смотреть? insanlara baxanda onlar Когда мы смотрим на людей, bizim üçün etalon deyirlər. они не такие уж и Onlar kamil примерные, они не такие уж Amma полноценные. Rəbb öz oğlunu göndərib bizə Но Господь, Он послал Своего Сына, ki, biz ona baxaq чтобы мы смотрели на Него və biz sədaqətli olaq. и были верными. Lakin sədaqətin tam əksi Но противоположность верности sədaqətsizlik və xəyanətdir. – это предательство и неверность. Amen. Və o imanı ləğv edir. И это то, что убивает веру. Sən istəyirsən imanda olmaq, Если ты желаешь быть в вере, ona sədaqətli ol. тогда ты должен быть верным. Və bu işdə məşq et. И надо тренироваться в этом деле. Və bütün xalq И dedi, весь народ скажет. amin. Xəyanətlik nə olan şeydir? А что такое предательство? Vəfasızlıq. Или же неверность? Xəyanət o düşmən tərəfinə keçmək deməkdir. Это обозначает, что ты перешел на сторону врага. Sədaqəti pozmaq deməkdir. И ты уже нарушил верность. Vəfasız, Неверный yəni xain, – это тот человек, который является предателем. aldadıcı, Это тот, который обманывает. hiyləgər deməkdir. Tот, который хитрец. Və biz çoxlu xəyanətin olduğu bir dünyada yaşayırıq. И это все живет в одном мире. Amin. Bu dünya В этом mире. xəyanətli dünyadır. Это мир предательства, Sədaqətsiz dünyadır. мир неверных. Ona görə ki, bu dünyanın tanrısı, Rəbbi, Allahı iblisdir. Потому что Бог этого мира является дьявол. Və kim bu dünyanı sevirsə, И тот, который любит этот мир, onun rəhbərinə oxşar olmaq istəyir. он будет похож на властелина этого O мира, istəyir On onun желает- rəhbərinə oxşamaq. чтобы быть похожим на тот, который Yəni правит. iblisə. И это обозначает, чтобы быть похожим на дьявола. İblis birinci xain olub. Дьявол, он был первым, который проявил предательство. Amma bizim rəhbərimiz İsa Məsihdir. Но наш Господь, наш властелин Иисус, Mən deyirəm, bizim rəhbərimiz İsa Məsihdir. я говорю, что наш властелин Иисус, Və bütün xalq и dedi, весь народ скажет. amin. Və biz bu dünyaya baxanda И когда мы смотрим на этот мир, dövlətlər, страны, siyasətçilər, политики, onlar öz sözlərində də durmurlar. они не стоят на своем слове. Bu gün bir şey deyir, sabah başqa şey deyir. Сегодня они говорят одно, завтра они говорят другое. Və öz nitqlərinə də onlar sadiq deyirlər. И они могут быть неверными своим Öz словам. proqramlara da onlar deməli sadiq deyirlər. И те программы, которые они выдвигают, они могут их не исполнять. Amin. Və biz bilməliyik ki, bu dünyada xain, sədaqətsiz rəhbər var. O da şeytandır. И мы должны знать, что в этом мире есть предатель, и есть тот, который неверный, и это является дьявол. İblis, Дьявол. Yunan dilindən diabolos deməkdir. И с греческого языка это диагноз, Diabolos, диаболос. yəni diavol da. O xain, И это предатель, ittihamçı, обвинитель, böhtançı, клеветник. клеветник, Amin. Azğınlaşdıran, извращенец, извращенец, xain, предатель. mənaları bütün bu həyat mənalarını dəyişən bir şəxsiyyətdir. И это та личность, которая меняет вот все воображение. Smysl, Весь смысл. səki smysl. Весь Həyatın mənalarını dəyişdirən bu dünyada iblisdir. Дьявол является тем, который меняет все смыслы, Smysl жизни. смыслы жизни. Amin. Slava Bogu. Halleluya. Slava Bogu. Başqa bir ad Satan deməkdir. İngilis dilində, Latin dilində Satan, Из şeytan. латинского языка другой перевод это сатан. Azərbaycanlılar da ona şeytan deyirlər.
И азербайджанцы, они произносят как шейтан. Və şeytanın İbrani dilindən o rəqib deməkdir. А с еврейского языка это переводится как соперник, Противnik. противник. Və şeytan, iblis Allahın düşmənidir. И дьявол, он является врагом Бога. O Allahın düşmənidirsə, deməli bizim də düşmənimizdir. Если он является врагом Бога, значит, он является и врагом для Davud нас. deyir ki, sənin düşmənlərin mənim düşmənlərim. Давид, он говорит, что твои враги мои враги. Bu hələlik birinci addımlardır bizim mövzumuzda. И это первые шаги в нашей теме. Və ona görə biz sədaqətsizliyin xarakterini biz bilməliyik. И мы должны знать характер этой Hardan неверности. gəlir sədaqətsizlik? Откуда приходит эта неверность? İblis qarşı Allaha qarşı çıxmışdı. Дьявол, он вышел против Onun Бога, adı Lutsifer idi. и его имя было Люцифер. Lutsifer Allaha ibadət etmək üçün yaradılmış və müqəddəs yağla məs edilmiş bir baş mələk idi. И Люцифер был Mələklərdən biri idi. одним из главных ангелов, который создал Бог и помазал его. O gözəl və möhtəşəm bir məxluq idi. Он был очень красив и прекрасен. Paltarı qiymətli daşlarla işlənmişdi. И его одежды были сотканы из драгоценных O камней. yeriyəndə paltarından musiqi səsləri çıxardı. И когда он шествовал, тогда были звуки музыки. Bu onun ürəyində günah tapılana qədər davam etdi. И это продолжалось до того момента, пока не нашлось в его сердце O грех. təkəbbürləndi, И он возгордился. özünü tanrı etmək istədi. И он захотел возомнить о себе Богом. Ona da Allaha olduğu kimi ibadət edilməsini istədi. И он захотел, чтобы поклонялись ему так же, как поклоняются Başqa Богу. sözlə o istəyirdi ki, Allahdan üstün olmaq. И другими словами мы можем сказать, что он захотел быть выше Бога. Və o vəfasızlığını Tanrı görəndə И когда Бог увидел эту неверность, Allah bunu dözmədi. и Бог, он не позволил этому, Deyən Allah dözmədi. и скажи, что Бог, он не выдержал этого. Öz qonşuna dedi ki, Allah dözmədi. Скажи соседу, Бог это не выдержал. Amen. Və Lutsiferi və onu ilə üsyan edən mələkləri göylərdən qovmuşdu. И тогда Бог изгнал Люцифера Слава и тех ангелов, которые совместно с ним взбунтовали. Amen. Аминь. Lutsifer Люцифер, özünün yaradılmış bir məxluq olduğunu, onun yaradanını unutdu. и он забыл, что он был созданием, и забыл Создателя. Hardan gəlir o təkəbbürlük? И откуда приходит эта гордость? Məğrurluq hardan gəlir? Вот эта гордость, откуда Çox vaxtı приходит? bizim həyatımızda hardan bu məğrurluq gəlir? И очень часто мы задумываемся, откуда приходит гордость в нашей Mən жизни. özümə sual verirəm. Orada kamil olan mühitdə necə insan, yəni necə bu şəxsiyyət Lutsifer günaha addım atmışdı? Я всегда задаю себе вопрос, как в этом совершенном мире, где он был создан, Люцифер в этом совершенстве позволил, чтобы вот эта злость вошло в его сердце, эта O гордость. unutmuşdu. Он забыл. O unutmuşdu o kimdir Он забыл, кем он və является. o öz yaradanını unutmuşdu. И он забыл, кто его создатель. Və biz çox vaxtı sədaqətsizliyə addım atanda biz unuduruq. И каждый раз, когда мы вступаем в неверность, это значит, что мы забываем, Biz kim idik кто мы были və kim bizi xilas edib? и кто нас spас. Biz unuduruq ki, Rəbb bizim həyatımızda nə edib? Мы забыли, что Господь сделал в нашей Biz bunu жизни. unudanda, И когда мы это забываем, onda biz fikirləşirik ki, Тогда biz мы думаем, Tanrıyıq. что мы господа, Biz özümüz öz taleyimizi qura bilərik. что мы сами можем создать свою судьбу. Və bu təkəbbürlük bizi odlu gölə aparır. И вот эта гордость, она ведет нас в озеро огненное. Amma unutmaq məsələsi Но быть забывчивым ya da yada salmaq məsələsi или же вспоминать, o bizim məsuliyyətimizdir. это наша ответственность. Biz yada salmalıyıq ki, Мы должны вспоминать, pis olan vaxtda, yaxşı olan когда vaxtda было плохо или когда хорошо, biz kimik və Rəbb bizim üçün nə idi? кто мы и что сделал Господь для нас. İblis onu unutmuşdu Дьявол, он забыл об этом. və ona görə də qovulmuşdu. И из-за этого он был изгнан.
və bütün xalq dedi. Весь народ да скажет. Və o başladı yalan danışmağa. И он начинает говорить ложь. O Allahın rəqibi oldu И он начал быть соперником və İsa Богу. ona dedi ki, yalanın atası. И Иисус ему сказал, что он является отцом лжи. İndi baxın ki, sən yalan danışanda, И сейчас проверь себя, когда ты ya говоришь da ложь. kimsə sənin yanında yalan Или же danışanda, кто-то, когда рядом с тобой говорит ложь. o qaynaq hardan gəlir? Откуда вот этот источник? Allah heç vaxt yalan danışmır. Потому что Господь, Он никогда не лжет. Tanrı bacarmır yalan Он danışmağı. не может врать. Amen. Qüdrətli olan, hər şeyi yaradan Allah yalan danışmağı bacarmır. Всемогущий Господь, который создал все на этой земле, Он не может лгать. Yaradılış 2-ci fəsil 15-ci ayə. И если мы откроем Бытие 2.15, Deməli, iblis bütün aləmin aldadıcısı adlandırır İsa Məsih. и Иисус, Он говорит, Bütün. все создание, Yəni bütün dünyada yalan danışan qaynağı iblisdir. во всем мире тот, который говорит ложь, источником этой лжи является дьявол. Amin. Burada yazılıb, Rəbb Allah insanı götürüb Eden bağına qoydu ki, oranı becərsin və saxlasın. И здесь написано, и взял Господь Бог человека, которого создал, и поселил его в саду Эдемском, чтобы возделывать его и хранить его. Deməli, Allah insanı o qədər sevir ki, И Бог настолько любит onu человека, Eden bağına qoymuşdu. что поселил его в Эдемском саду. İndiki varlılar istəyirlər öz bağlarını, öz necə? Mülklərini Eden bağına oxşar nəsə yaratmaq. В нынешнее время богатые люди, они желают, чтобы их сады, их имущество, оно было похоже на Эдемский сад. Amma onu daha yaratmaq olmur da. Но уже невозможно создать этот Və Эдемский insanı сад. oraya qoyub ki, o bağı əkmək və qorusun. И Бог поселил человека, чтобы человек возделывал и хранил его. Və kimin üçünsə mən deyirəm, Allah insanı yaradıb əmək etmək üçün, iş görmək üçün. И сейчас я говорю для кого-то, что Бог создал человека для того, чтобы он трудился, работал. Sən indiyə kimi işləmirsənsə Если ты до сегодняшнего дня не работаешь, və bacarırsan işləməyə, а на самом деле ты умеешь, и sağlamsansa, ты здоров, iş axtar. тогда ищи работу. Lazımdır işləmək. Потому что работать нужно. Amen. Tənbəllik bir günahdır. Потому что lень – это грех. Tənbəl olma, Быть ленивцем, daha sənin köməkçin var, müqəddəs ruh. у тебя сейчас есть помощник, O Дух istəyir sənə Святой, kömək etmək ki, sən işləyəsən. и Дух Святой желает тебе помочь, чтобы ты Və работал. öz əlinin zəhməti ilə И с помощью трудов своих рук, halal pul qazanasan, вот эти чистые деньги, onda bir verəsən, чтобы ты давал десятины, yoxsullara kömək edəsən, помогал нуждающимся. o da Rəbbin iradəsidir. И это есть воля Божья для тебя. Və insanı bağda o yerləşmişdir. И Бог поселил человека в этом саду. Və Rəbbin tələbləri dəyişilməyib. И требования Божьи, они не изменились. Bax, o kilsənin bir prototipi, yəni surətidir kilsənin. И сад, тот сад – это прообраз нынешней церкви. Amin. Kilsə Rəbbin bağıdır. Потому что церковь является садом Божьим. Sən Rəbbin bağındasan. Ты в sadu Божьем. Halleluya. Bağa heç oxşamır. А ты смотришь, что вообще не похоже на сад. Amin. Amma biz уже bağ yolundayıq. Но мы уже по dороге в сад. Amin. Halleluya. Давайте Allah'a izzət verək. Давайте воздадим славу Богу. Və biz bilməliyik ki, bizə təkcə Məsihi qəbul etmək, ona iman gətirmək kifayət deyil. И мы должны знать, что нам недостаточно только принять Иисуса Христа. Biz ürəyimizin torpağını əkməli, Но мы должны сеять в почву нашего сердца özümüz üzərində işləməliyik и работать, возделывать ее, və öz ürəklərimizi qorumalıyıq. и защищать, охранять ее. Bunu biz eləsək, biz uğurlu olacağıq. Если мы будем все это делать, тогда мы будем успешны. Baxın ki, Matta 25-ci fəsildə, Матфея 25 главе yadınızdadır, talantlar barədə İsa Məsih bir məsəl deyib. Помните, Иисус Христос, Он привел пример о талантах. Orada 3 nəfər, deməli,
qul var idi də, yəni Там было sluqa. трое работников, трое слуг, Qulluqçunu çağıranda и он позвал их. hərəsinə birinə 5, birinə 2, birinə 1 talant vermişdi. И каждому из них одному 5, одному 2, одному 1. Və ağa harası getmişdi? Uzaq ölkəyə. Господин уехал в дальнюю страну. Bizim ağamız da uzaq ölkəyə gedib. И наш господин тоже ушел в дальнюю страну. Amen. Amma hər birimizə nəsə verib, talant verib. Но каждому из нас он поручил какой-то талант. Maliyyə verib, Кому-то финансы, bacarıq verib. кому-то способность. Amen. Nəyə görə verib? Zачем он это дал? Davayçı oxuyaq nəyə görə? Давайте Və посмотрим. ağa onları yaxşı və sadiq qullar adlandırdı və dedi, o deməli qaydanda ağa. И когда господин вернулся, Birinci 2 nəfər qullar gəlmişdi onun yanına, yaxınlaşdılar и двое слуг, они вернулись, подошли к нему, və onlar 2 qat onlara verdiyi pulları, talantları çoxaltmışdılar. и они вернули ему в 2 раза больше того, что он дал им. Дайте Матвея 25 главу, пожалуйста. Аминь. Ага, чуть выше. Тому, kому 5 talantov da. Amin. Deməli, ağa da onları qulaq asdı. И господин, послушав их, Dedi ki, bir qul dedi ki, ağa, sən mənə 5 talant əmanət etdin, budur mən daha 5 talant qazandım. и там написано, что господин 5 талантов ты дал мне, вот другие 5 талантов я приобрел на них. Amin. Və o birisi ayə, И следующий ağası стих. ona dedi, afərin, yaxşı və sadiq qulum. Sən xırda işlərdə sadiq oldun, səni böyük işlər üzərinə qoyacağam, ağanın sevincinə şərik ol. Господин его сказал ему: хорошо, добрый и верный раб, в малом ты был верен, над многим тебя поставлю, войди в радость господина твоего. Niyə ağa onları sadiq adlandırır? А почему господин назвал их верными? Niyə? Почему? Sual vermişsinizmi? Вы когда-нибудь задавались этим вопросом? Ona görə ki, onlar itaətkarlı idilər. Потому что они были послушны. Amin. Çünki onlar ağanın onlara verdiyi maliyyəni çoxaltdılar. Потому что те финансы, которые дал им господин, они приумножили их. Amin. Onlar ağanın yaxşılığını başqa insanlara çatdırdılar. То доброе, которое сделал им господин, они передали это другим людям. İndi A, diqqətinizi gözləyirəm və Будьте очень diqqətinizi внимательны. yetirin. Harda sədaqətli varsa, Там, где есть верность, orada artım var. там есть умножение. Bir də deyirəm, sədaqət insan Верный человек, o artım həmişə gətirir. он всегда приносит умножение. Sən bu nümunəyə baxanda, Когда ты смотришь на этот пример, образец, sən özünə sual verə bilərsən. ты можешь задаться вопросом: Mən Rəbbin işində, я в деле Господне, Rəbbin xidmətində, в служении Господне, Rəbbin özəyində, в ячейке Господней, kilsəsində, в церкви Господней. nə mənə bu kilsədə tapşırıblarsa, Что мне поручили в этой церкви? mən sadiqəm yoxsa yox? Я верен в этом или Mən нет? artım gətirirəm yoxsa yox? Я приношу ли прибыль или Məndə умножение? artım yoxdursa, umnожение. Если нет умножения, Deməli mən özümə sual verirəm, nəsə düzgün deyil. тогда я задаюсь вопросом, что значит во мне что-то не так. Sadiq insan Верный человек, o məsuliyyətli, он ответственный, cavabdeh, берет ответственность, səliqəli, аккуратен, sözü boş verən deyil. он не пустослов. O söz veribsə Если он дал слово, və o səliqəlidir bu işdə.
тогда он O аккуратен в этой məsuliyyət работе. daşıyır öz sözündə. Он ответственен за свои слова. Ona görə bizim Rəbbimiz belədir. Потому что наш Господь, Он такой. Bizim Rəbbimiz nə deyirsə, Все, что говорит nаш o Господь, onu yerinə yetirir. Он эти слова O deyir исполняет. ki, mən ayığam öz sözümün üzərində. Он говорит, я бодрствую на своем слове. Rəbb sənə nə deyibsə, Все, что Бог nə говорил söz тебе, veribsə, все слова, которые nə Он vəd обещал edibsə, тебе, все, что Он обещал тебе, gözlə ona edəcəkdir. тогда жди, Он исполнит это. Və bütün xalq И dedi. весь народ скажет. Amin. Deməli, birinci, sədaqətli insan həmişə artım gətirir. Первое, это то, что верный человек всегда приносит умножение. Və bütün xalq И dedi. весь народ скажет. Allah Adəmlə Həvvanın yaradanda onlara belə sözlər demişdi. Господь, Бог, когда создал Адама и Еву, Он сказал им такие слова. Artın, çoxalın, yer üzünü doldurun və ona hökmranlıq edin. Плодитесь и размножайтесь, наполняйте землю и управляйте ею. Və baxın ki, Allah dərhal onlara bütün yer üzünü verməmişdi. И обратите внимание, что Он сразу не отдал им всю землю. Yalnız cənnəti vermişdi. Он дал им только лишь Эдемский сад. O bir sınaq sahəsi idi. И это была территория проверки. Və həmin o torpaqları becərməli idi insan. И человек именно должен был возделывать эту землю. Əgər Adəm deməli sadiq qalsaydı, bütün yeri kürrəsi onunki idi. Если бы Адам остался верным, то вся земля сейчас бы принадлежала Və ему. həmin qüdrətini, həmin təsirini Rəbb Adəm vasitəsilə bütün dünyaya endirərdi. И ту силу, эту мощь Он через Адама распространил бы по всей Və вселенной. biz hamımız bilirik ki, iblis Adəmi aldatmışdı И мы знаем, что дьявол, он просто обманул və onun Адама hakimiyyətini oğradı ondan. и забрал власть от него. İsa Məsih də bu yer üzünə gəlib ki, həmin hakimiyyəti qaytarmaq bizlər üçün. А Иисус Христос, Он пришел на эту землю, чтобы вернуть эту власть нам. O kilsəni yaradıb ki, Allahın hökmranlığı bu yer üzünə qayıtsın, insanları xilas etsin, əzab çəkənləri azad etsin. Он пришел на эту землю, чтобы вернуть власть этой церкви людям, и чтобы люди могли пользоваться правильной O властью. dedi ki, mən kilsəni yaradmışam daşın üzərində И Он сказал, что я сотворил церковь на камне, və cəhənnəm qapıları ona qalib gəlməyəcəklər. и врата ада не одолеют ее. Amin. Yaradılış 3-cü fəsil 5-ci ayəni açaq. Бытие 3:5. Lakin Allah bilir ki, ondan yediyiniz gün gözləriniz açılacaq və siz xeyir, şəri bilən tanrılar kimi olacaqsınız. Но знает Бог, что в день, в который вы вкусите, их откроются глаза ваши, и вы будете как боги, знающие добро и зло. Biz nə görürük? Şeytan Allahın yerini istirdi tutmaq. И мы видим, что искуситель, он хочет занять место Бога, Və onda alınmadı bu. но у него это не получилось. Və insanların vasitəsilə, Adəm Həvvanın vasitəsilə həmin ideyanı o salmışdı Adəmin ürəyinə. И через Адама и Еву он эту идею вложил в сердца людей, Siz tanrılar kimi что olacaqsınız. вы будете как боги. Bilirsiniz, bu ideya insanı təkəbbürlüyə gətizdirir. И понимаете, что вот эта идея, она приводит человека к гордости. İblis insanı həmin bu düzgün olmayan yola çəkir. И дьявол, он просто привлекает человека на этот неправильный путь. Amin. İndi baxaq. И сейчас мы посмотрим. Bu imtahan Этот экзамен, nə vaxt olmuşdu? когда был? Ha vaxt ki, Adəm Həvva Allahın huzurunu hiss etmirdilər. В тот момент, когда они не переживали присутствие Божьего. Sədaqət sınaqları həmişə o momentdə olur ki, hansı ki, sən hiss edirsən ki, bu şəxsiyyət yoxdur, onun dalınca mən danışa bilərəm. Проверки верности проходят именно в тот момент, когда кого-то не бывает. Например, нету какой-то личности, и проверяется, ты говоришь ли за спиной этого Arvadım человека. evdə yoxdur, mən naleva gedə bilərəm. Если моей жены нету дома, тогда я могу идти. И Ərim делать. evdə yoxdur ki, mən başqa yerə gedə bilərəm. Или моего мужа дома нету, и я пойду и буду делать какие-то неправильные дела. Yəni, Adəm Həvva Allahı hiss etmirdilər o momentdə.
И O da bir sınaq idi. Адам и Ева, они не были в присутствии Божьем, и тогда это было для них испытание. Bizim dostlarımız görürsən ki, bizim yanımızda çox yaxşı sözlər deyirlər. Bывает такое, что наши друзья при нас говорят очень хорошие слова. Yəni bizim hamımızda belə biz görürük. И мы все видим это. Amma biz olmayanda bizim dalmışıq nəsə kimsə danışır. Но когда нас нету, тогда за спиной о нас кто-то что-то говорит. Və bu o bir sınaqdır. И это тоже испытание. Sənin sədaqətliyin və sədaqətsizliyin sınağıdır. Испытание твоей верности или неверия. O momentdə sən ürən bir üzə olunur, yəni И в açıqlanır. тот момент твое сердце, оно выявляется. Hər şey sirli olan o aşkar olunacaqdır, kəlam deyir. В Библии написано, что все тайное станет явным. Və ona görə ki, Rəbb istəyir ki, siz həm sirli olan yerdə, həm sirli olmayan yerdə, yəni insanların arasında siz bir olasınız. И Бог, Он желает, что в скрытом месте или в явном месте вы были одинаковыми везде. Amin. Mən nizam-intizamda özümü saxlamalıyam. Я должен держать себя Öz dilimi, в порядке, Öz в əqlimi. правильности, в свой язык, в Misal свой üçün, разум. Anya ilə mən dostluq eləyirəm. Например, я дружу с Аней. Anya olmayanda mən başlayıram Anyadan danışmağa. Когда Ани нету, я говорю за спиной. Əsas bu söhbətlər açıqlama verir mənim, çünki mən sadiqəm, yox sadiq deyiləm. И именно это положение говорит о том, что вообще верный я или неверный. Kilsədə var insanlar ki, özünü imanlı adlandırırlar, В церкви есть люди, которые называют себя верующими. amma onlar dostlarla bir Они с друзьями в одном обличии. simadadılar, amma dostları olmayanda başqa simadadır. А когда друзей нет, они совсем в другом обличии. Amin. Və dedikodu dünyada qalmalıdır. И вот все эти сплетни, они должны остаться в миру. Dedikodu kilsədə olmamalıdır. И сплетни, они не должны быть в церкви. İsa Məsih deyir ki, o iki üzrlüydür. Потому что Иисус говорит, что это двуличие, Лицемерие. лицемерие. Amin. Və biz şeytana qarşı durmalıyıq. И мы должны противостоять дьяволу, Bizə səlahiyyət verilib. потому что нам дана власть Bütün şeytanın hakimiyyətinə. над всем, что есть у дьявола. Sonra hardan gəlir sədaqətsizlik? Еще откуда приходит эта неверность, Biz necə demişik, предательство? nankorluqdan. От неблагодарности. Sən nankor olanda sən sədaqətsiz olursan. Когда ты неблагодарный, тогда ты бываешь и неверным. Sən rəisivə nankor olanda sən sonra onun dalınca danışırsan. Когда ты неблагодарен своему начальству, тогда ты начинаешь говорить за ним. Sən ərivə nankor olanda, arvadva nankor olanda sən sədaqətsizliyi Когда ты göstərəcəksən sonra. неблагодарен своей жене или мужу, тогда ты начинаешь говорить. Sən xidmətçivə nankorluq göstərəndə sən sonra sədaqətsizliyi göstərəcəksən. Когда ты неблагодарен своему служителю, ты начинаешь потом быть неверным ему. İblis belə başlamışdı. И дьявол, он именно таким образом все начинал. Amin. Açaq Romalılar 1-ci fəsil. Harada bu yazılıb? Kəlamda. Sözsüz ki. Все это написано в Библии. Давайте откроем Римлянам 1-ci fəsil, 1 главу, 18-ci ayə. 18 стих. Çünki Allahın qəzəbi insanların haqqı əvəz edən, haqsızlığını açıq aydın göstərən hər cür günahkarlıq və ədalətsizliyə qarşı göydən təzahür edir. 21 stih. 20-dədir işte. Oxuş 18 açılır. Чё? И через это открывается правда Божья. 18 стих можно? 18, да? А, вот 19, да? Ибо открывается гнев Божий с неба на всякое нечестие и неправду человека, подавляющий истину неправдою. 19, да? Ага, вот. Ибо что можно знать о Боге явно для них, потому что Бог явил им. Onlar Allaha dair bilikləri olduğu halda onu hallaq kimi əzizləmədilər və şükür etmədilər. 20 стих.
21. 21. Да. Aha, вот. Но как они, познав Бога, не прославили Его как Бога и не возблагодарили, но осуетившись в умствованиях своих, и омрачилось несмысленное их сердце. Amin. Onlar Allaha şükür etmədilər. Они не прославили Бога. Həmin o fəsildə axırda yazılıb ki, ona görə onlar öz cinsini dəyişdirdilər. И в этой же главе написано, поэтому они меняли свой пол. Qadınlar qadınlarla, kişilər kişilərlə oldular. И мужчины были с мужчинами, а женщины с Biz женщинами. 21-ci əsrdə yaşayarkən insanlar elə bilirlər ki, uşaqlar doğulur, biz qərbdə eşidirik də, qərbdə olan məktəblərdə nə baş verir. Мы сейчас, живя, видим, что в западных странах, что происходит, что там дети творят. Uşaqlar deyir ki, mən qız olmalıydım ya da mən oğlan olmalıydım. Rебенок rождается и сам принимает решение, что я должен был бы мальчиком быть или же Nəyə görə? девочкой. Ona görə onların düşüncələrində Allaha şükür yoxdur. Потому что у них нет благодарения Богу в их мыслях. Onlar elə bilər ki, cinsi dəyişdirmək üçün bu da bir demokratiyanın bir hissəsidir. Они думают, что менять пол – это часть демократии. Və burada da yazılıb ki, onlar Allaha aid düşüncələri rədd etdikləri üçün Allah da onları layiqətsiz işlər görməyə buraxdı. И 22 стих. 28. «И как они не заботились иметь Бога в разуме, то предал их Бог превратному уму делать непотребство». Deməli, biz Rəbbə şükür verməməkdə И тем самым, когда мы не благодарим Бога, biz sədaqətsizlik yoluna addım atırıq. тогда мы вступаем на путь неверности. Və sonra da biz xəyanəti yol atacağıq. А потом мы будем вступать в шаг предательства. И весь народ скажет. Nəyə görə biz bunu danışırıq? Почему мы открыли эту тему? Ona görə düşmənin taktikası və təbiəti dəyişilməyib. Потому что тактика и требования врага не изменились. O eyni üsulla, o eyni prinsiplər o hücum edir insanlara. Те же самыми тактиками и принципами он нападает на людей. Amma Allah sadiqdir. Но Бог, Он верен. Mən deyirəm Allah sadiqdir. Бог, Он верен. Və onun yazıları əbədidir. И все, что Он написал, это O вечно. daha bizə buyurub necə yaşamaq olar öz kəlamında. Он в Своем Слове указал нам, как надо жить. Sən onun kəlamına sadiq olmayanda deməli sən Allaha sadiq deyilsən. Когда ты не верен Его Слову, значит, ты не верен и Ему. Ona görə ki, düşmən də dəyişilməyib. Потому что и враг, он не меняется. Düşmən pisliyin bir qaynağıdır. Потому что враг, он является источником всего злого. Amin. O indi də hər bir imandan onun hakimiyyətini uğramaq istəyir. И он желает украсть власть каждого верующего. Amma Rəbb bizə səlahiyyət verib. Но Бог дал нам эту Rəbb власть. bizə hakimiyyət verib. Bог dал нам это Bu yalana право, qarşı olaq. чтобы мы противились Ona görə этой ki, bu лжи. hakimiyyətlə Потому что это правительство, biz Allahın övladı olaraq biz insanları xilasa gətirə bilərik. быв детьми Божьими, мы должны приводить людей к Богу. Biz unutmamalıyıq ki, biz Rəbdə nə əldə etmişik, nəyə nail olmuşuq. Мы не должны забывать, что мы приобрели в Господе. Süleyman məsələlərində 22-ci fəsil 10-cu ayədə. В притчах написано, Orada istehzaçı bir insandan danışır. 22:10. Burada rişkənçi eybi yoxdur. Rişkənçi adamı qovsan, münaqişə qurtarar, çəkişmə, şərəfsizlik sona çatar. Прогони кошенника и удалится, Кощунника. кощунника и удалится раздор и прекратится ссора и брань. Rişkənçi insan kimdir? А кто такой кощунник? Rişkənçi insan həmin insan ki, sənə hörmətsizlik edən insandır. Это тот человек, который не проявляет уважения к тебе. Sənin vəzifəni inkar edən insandır. Тот, который не принимает твой статус. Müqəddəs olanla lağ edən insandır. Это человек, который пренебрежительно и с насмешками относится к божественному. Bu nədir? Onda bir nədir? Что это oğurlayırlar такое? Десятину собирают. Bu lider, Воруют, mən də они ondan çox bilirəm. Bu kim, nə Я знаю danışır? больше об этом человеке, о ком O он вообще говорит. həmişə И он всегда narazıdır. недоволен.
Həmişə narazıdır. всегда недоволен. Rəbb deyir ki, o rişkənçidir. И Господь говорит, что он Belə кощунник. insan bəhrəli deyil. И такой человек, он не сможет приносить плод. İndiki 21-ci əsr dünyada kritika baş verib gedib. В 21 веке, в нынешнее время, критика, она просто захватила все. Amma kalama əsasən rişkənçi o kritikandır. Но если мы будем сравнивать с Библией, то кощунник это является критик. Biz otururuq televizorda baxır, bu pastor nədir, bu filan kəs, bu nədir, bu Мы pastor сидим kimdir, перед bu məsih телевизором и говорим, yoxdur. что это что за Bunlar пастор, şəfa vermirlər. эти Bu не kilsə исцеляют, belədir. эта церковь, Bu она kilsə такая, belədir. а другая церковь, она такая. Bu xidmətçilər əşi boşdur. Эти служителя вообще в пустоту Bu говорят. rişkənçilikdir. И это все кощунство. Belə insanlar Такие люди, hər hansı bir yerdə, где бы они ни были, onlar həmişə münaqişə, çəkişmə, təhqir gətirir. они приносят ссоры, раздор и обвинения, оскорбления. Onlar kollektivdə, ailədə В коллективе, в семье düz dura bilmirlər. они не могут стоять спокойно. Amen. Və onlar, iblis onların vasitəsilə qarışıqlıq gətirir. И дьявол через них приносит разногласия и просто раздор. Rişkənçi həmişə inkar mövqeyindədir. И кощунник, он всегда в позиции отрицания. O həmişə hər şeyi lağ edir, Он всегда с пренебрежением относится ко всему. alay deyir. И ведет за собой толпу. Və belə insanla sən duranda o səni öldürəcəkdir. И если ты стоишь вместе с таким человеком, он тебя просто O убивает. səni ruhən məhv edəcəkdir. Он духовно тебя убивает, уничтожает. Evest naruz qazı. Yezekilin kitabında И в книге Иезекииль, 34-cü fəsil 17-ci 21-ci ayədə. 34, с 17 по 21. Burada yazılıb. Siz ey mənim sürüm, Xudavənd Rəbb belə deyir. Qoyunla qoyun arasında, qoçlarla təkələr arasında mən hökm edəcəm. Вас же, овцы мои, так говорит Господь Бог, вот я буду судить между овцою и овцою, между бараном и козлом. Sonra gözəl otlaqda otlamağınız sizə az idi ki, otlaqlarınızın qalanını da ayaqlarınızın altında tapdalayırsınız. Duru su içməyiniz sizə az idi ki, artığını da ayaqlarınızda bulandırırsınız. Разве мало вам того, что пасетесь на хорошей пажите, а между тем остальное на пажите вашей топчете ногами вашими? Пьете чистую воду, а оставшуюся мутите ногами вашими. Следующий стих. Mənim qoyunlarım isə sizin ayaqlarınızla tapdalandıqlarınızı yeyir, ayaqlarınızla bulandırdıqlarınızı içir. Так что овцы мои должны питаться тем, что потоптано ногами вашими, и пить то, что возмущено ногами вашими. Следующий. Buna görə də Xudavənd Rəbb onlara belə deyir. Mən bəslənmiş qoyunla zəif qoyun arasında hökm edəcəm. Посему так говорит Господь Бог, вот я сам буду судить между овцой тучную и овцой тощую. Çünki siz bütün zəif qoyunları böyrünüzlə və çiyninizlə itələyir, kənara çıxarmaq üçün buynuzlarınızla vurursunuz. Так как вы толкаете боком и плечом и рогами своими бодаете всех слабых, доколе не вытолкаете их вон. Baxın ki, orada yazılıb ki, onlar bulandırırdılar suyu. Вы видели, там было написано, что они топтали воду Başqa tərcümədə yazılıb ki, и мутили ее, а в другом месте написано, həmin o qoyunlar həmin suya işiyirdilər. и в другом месте написано, что те самые овцы, они просто Maçilis. мочились в эту воду. Onlar təmiz suyu içirdilər, Они пили чистую воду, sonra həmin suya onlar işəyirdilər. а потом они mочились в эту воду. Və Rəbb deyir ki, siz bulandırırsınız bu suyu. И Господь, Он говорит, вы мутите эту Necə воду. bu suları mənim quzularım, mənim qoyunlarım içə bilər? А как мои овцы могут пить из этой воды? Rəbb istəyir ki, biz təmiz ürəklə ona xidmət edək. Господь, Он желает, чтобы мы с чистым сердцем служили. Məsəllərdə 22-ci fəsil 11-ci ayədə yazılıb, kim
ürək təmizliyini sevirsə, onun sözləri xoşa gələndir. Padşah belə insanla dost olar. 22. Притча Притча. 22:11 написано, кто любит чистоту сердца, у того приятность на устах, тому царь друг. Ürək təmizliyini sevən, dilindən lütfkar sözlər tökülən padşahın dostudur. Amen. Amen. Bu sədaqətsizlik insanlarıdır. Эта неверность принадлежит людям. Hansı ki, kilsədə də, başqa bir yerdə də onlar qarışıq gətirirlər. Они и в церкви, и в других местах приносят просто возмущение. Sən belə həyat sürürsənsə tövbə et. Если ты живешь таким образом, то Değişir. покайся и начни меняться. Ona görə ki, Rəbbin lütfü var. Потому что есть благодать у Бога. Bizdə nümunələr var sədaqətsiz şəxsiyyətlərdən. У нас есть Kalam vasitəsilə. много примеров через Писание неверных людей. Hər biri o sədaqətsiz şəxsiyyətlər onlar cəza çəkmişdi. И все эти неверные люди, они терпели наказание. Lusifer Люцифер göydən atıldı. с неба был брошен. Adəm cənnətdən qovuldu. Адам был изгнан из Эдема. Avisalom Davudun oğlu, hansı ki ataya qarşı durmuşdu, öldürülmüşdü. А Вессалом, который стал против своего отца, он был умертвен. Ahitofel, hansı ki Davuda qarşı çıxmışdı, o Ahitofel. özünü asmışdı. Тот, который встал против Давида, он повесился. Yahuda, hansı ki xainətin simvolu olan Yahuda İskariyot, o da özünü Иуда Асмыш, Дарах. Искариот, тот, который является символом предательства, он тоже повесился. Ona görə şeytanın tələsinə düşməyin. И из-за этого я говорю вам, не попадайте в капкан дьявола. Rəbb istəyir ki, siz sədaqətli olasınız. Господь желает, чтобы вы были верными. Amin. Süleyman məsələlərində 6-cı fəsil 16-cı ayədə 19-cu yazılıb. Притча 6, 16-19 стиха. Rəbbin nifrət etdiyi, bir də burada. Rəbbin zəhləsi 6 şeydən gedir. 7 şey var, ondan igrah edir. Вот 6, что nенавидит Господь, даже 7, что мерзость душе его. Oxuyaq. Давайте будем читать. Təkəbbürlə baxan gözlər, yalan danışan dil, nahaq qan tökən əllər. Глаза гордые, язык лживый и руки, проливающие кровь невинную. Sonra məqsədi şər olan ürək, şərə çatmaq üçün qaçan ayaqlar. Сердце, кующее злые помыслы, ноги, быстро бегущие к zlodейству. Rəbbin zəhləsi gedir belə şeydən. Bog 19-cu nenavidит ayə. это. Nəfəsini yalanla çıxaran yalançı şahid, qardaşlar arasında nifaq salan şəxs. Лжесвидетель, наговаривающий ложь и сеющий раздор между братьями. Qardaşların arasında nifaq salan şəxs, onu zəhləsi gedir belə şeydən. И Rəbbin belə insandan, belə şəxsiyyətdən, bu işlərlə məşğul olanlardan zəhləsi gedir. Бог Kəlam. ненавидит делающие эти дела. Allah günaha qarşı sərtdir. Bог, Он очень строго к греху. Biz də günaha tabe olmamalıyıq. И мы не должны покоряться Biz греху. imanla günaha müqavimət göstərməliyik. Мы должны сопротивляться с помощью веры против греха. Sonra sədaqətsizlik hansı yolla gəlir? И следующий пункт, через что приходит неверность. 1 Timotey 6-cı fəsil 10-cu ayə. 1 Тимофея 6:10. Pul sevgisi bütün şərlərin köküdür. Сребролюбие есть корень всех зол. Pul vasitəsilə. Через деньги. Biz tarixi öyrənəndə görürük ki, tarixdəki üsyanların çoxu pul üçün oldu. И мы, если смотрим в историю, мы видим, все восстания, которые происходили в истории, были на почве денег. Yahuda İsanı pula görə satmışdı. Иуда, он предал Иисуса из-за денег. Şeytan hər kəsin qiymətini bilir. Потому что дьявол, он знает каждому цену. Adəmə o təklif eləmiş ki, o tanrı olsun. Он Адаму предложил, чтобы он был Богом. İsa'ya o təklif etmiş ki, bütün dünyanın sərvətini sənə verəcəm. Иисусу он предложил, что все в этом мире дам тебе. Və sənə də nəsə o təklif edib. И тебе он сейчас что-то Amma предлагает. iblisin təkliflərinə sən xeyr diqinə. Но на предложение дьявола ты должен говорить нет. Amen. Sonra var sədaqətsizlik, qəsdən olan sədaqətsizlik, qəsdən
qəsddən olmayan sədaqəsizlik. И также есть, ты специально встаешь на этот неверный путь, или же не специально, случайно получилось. Qəsddən edilən sədaqətsizlik o planlaşdırılır. Если это специально, то это заранее запланированная O неверность. maddi mənfəət üçün güdür o maddi mənfəət. У тебя какая-то финансовая прибыль будет от этого. O məqsədə çatmaq üçün o yalanlar deməli yayılır. И чтобы достигнуть этой цели, ты пользуешься определенными ложными путями. İskariyot o qəsdlə satmışdı İsa'nı. Искариот, он специально продал O Иисуса. planlaşdırırdı bu işi. Он планировал это дело. Amma qəsdən olmayan sədaqətsizlik, Но когда случайно получилась неверность, случайно, да, qəsdən olmayan, то есть случайно. Да, не специально, не специально, не не запланированно, запланировано, okey. Onda o gəlir insanın yetkinliyə çatmayanda, yəni nizreliyim. когда человек незрелый, он так может поступить. Allahın sözündə, kəlamında o yetkinliyə çatmayıb. В Божьем слове, в Божьем деле он не достиг зрелости. Bir misal çəkəlim. İskariyot planlaşdırmışdı satmağa İsa'nı. Сейчас образец, пример. Иуда Искариот, он запланировал предательство. O birisi 11 şagirdi, onlar da satmışdılar İsa'nı. Amma qəsdən onu satmamışdı. Но другие 11, они тоже проявили неверность, Ona görə ki, предали. onlar ruhani yetkinliyə elə çatmamışdılar. Но они не достигли духовной зрелости, и Onlar поэтому hələ предали. şübhədə yaşayırdılar. Они в сомнениях жили. Siz mənimləsiz, yoxsa yox? Вы со mной или нет? Amin. Halleluya. Biz və biz öz kilsəmizə sadiq olmalıyıq. Мы должны быть верными нашей церкви и откровениям. Biz öz pastorlarımıza, xidmətçilərimizə sadiq olmalıyıq. Мы должны быть верными нашим пастырям и служителям. Və axırıncı 3-4 dənə ayə tez oxuyum sizə və И biz следующие стихи я вам прочитаю, мы закончим. İbranilər 3-cü fəsil. Евреям 3 глава. Burada yazılıb. Здесь написано. Bu səbəbə görə ey səmavi çağırışa ortaq olan müqəddəs qardaşlar, əqidəmizin elçisi və baş kainin İsa haqqında düşünün. Итак, братья святые, участники в небесном звании, уразумейте посланника и первосвященника исповедания нашего Иисуса Христа. Səmavi çağırışa ortaq olan müqəddəslər kimdir? Те, призвавшиеся к небесному царству, кто они? Еще раз скажу. Кто призван к Царству Божьему? Аллилуйя. Слава Богу. Amin. Və orada yazılıb ki, biz baş kaindən düşünməliyik. И здесь написано, что мы должны уразуметь первосвященника. İkinci ayə. А второй İndi стих. baxın, İsa onu təyin edən kəsə sadiq qaldı. Necə ki, Musa da Allahın bütün evində ona sadiq qalmışdı. Который верен поставившему его, как и Моисей во всем доме его. Deməli, burada nə yazılıb? Bizim Rəbbimiz sadiqdir. Наш Господь, Он верен, Və o Tanrıya, öz atasına axıra kimi sadiq olmuşdu. и Он Отцу Небесному до конца был верен. Musa kim idi? А Моисей кто Adi был? bir insan idi, Он был peyğəmbər idi. обычный человек, пророк. Bizim kimi bir insan idi Он yazılıb. был как и Yahya мы. deyir ki, İlyas sizin kimi bir adi bir insan idi. Илия говорит, что Моисей был такой же человек, как и мы. Və burada yazılıb ki, Musa da Allahın bütün evində ona sadiq qalmışdı. И здесь написано, что и Моисей был верен в Доме Божьем. Eyni söz. İsa sadiq idi də Musa da sadiq idi. Одинаковые слова. Иисус был верен, Моисей верен. Və bu gün də bu söz sizə də çata bilər. И сегодня эти слова обращены Siz к də вам. onun evində sadiq ola bilərsiniz. Вы можете быть в Его доме İsa верны. bizim üçün nümunədir. Иисус для нас пример. Və biz İsa'ya baxaraq biz də sadiq həyatı sürə И bilərik. смотря на Иисуса, мы должны жить верной жизнью, Necə ki Musa как и peyğəmbər. Моисей. Amin. Ona görə ki Rəbb istəyir ki biz sadiq olaq. Потому что Господь, Он желает, чтобы мы Rəbb были istəyir ki верными. bizim xəsiyyətimiz sədaqətli olsun. Он желает, чтобы наш характер был верным. Amin. Süleyman məsələləri 28-20. Притчи 28:20. Amin. Аллилуйя. Мне уже фонарят там. Amin.
Sadiq insan, indi baxaq sadiq insan kimdir? И давайте посмотрим, кто является верным человеком. Etibarlı insanın bərəkəti boldur. Tez varlanmaq istəyən cəzasız qalmır. Верный человек богат благословениями, а кто спешит разбогатеть, то не останется Etibarlı, ненаказанным. sadiq qalsan, sənin xeyir-duaların bol olacaq. Если ты будешь верным человеком, то тогда у тебя ты будешь богатым благословением. Zəbur 101, 6. Псалом 106. Gözlərim yer üzündəki sadiqlərə zillənir. Глаза мои на верных земли. Amin. Kimə baxır Rəbb? На кого смотрит Господь? Kimə baxır Rəbb? За кем наблюдает Господь? Sən istəyirsən ki, Rəbbin gözləri sənə Ты baxsın, желаешь, чтобы Божьи глаза sənə наблюдали за zillənsin. тобою. Rəbb istəyir ki, sən sadiq olasan. Тогда Господь, Он желает, чтобы ты был Və верным. 2 Salnəmələr 16-cı 9. Вторая Парменон 16:9. Rəbbin gözləri bütün dünyanı gəzir ki, ürəyi ona səmimi olanları möhkəmləndirsin. Ибо очи Господа обозревают всю землю, чтобы поддержать тех, чьи сердца вполне преданы Ему. Rəbb həmişə hazırdır sadiq insanları möhkəmləndirməyə. Бог всегда желает верных людей укреплять. Və bütün xalq И dedi. весь народ да скажет. Halleluya. Давайте воздадим славу. Gəlin Rəbbə izzət verək. Burada var insanlar hansı ki birinci dəfə gəliblər Здесь toplantıya. есть люди, которые впервые пришли на собрание. Buyurun gəlin. Uşağı kiməsə verin zəhmət olmasa. Ha? Tövbə eləyib? Ha, şükür Allah. Kim İsa'nı hələ öz ürəyinə qəbul etməyib? Кто не принимал Иисуса в свое сердце? Var belə adam ki, hansı ki İsa'nı öz ürəyinə qəbul etməyib və bugün Rəbb sənə şans verir. Господь сегодня дает тебе шанс, чтобы ты принял Иисуса в свое Sən xilas сердце, olasan. чтобы ты был спасен, Sən də onun ailəsinin üzvü olasan. чтобы ты был членом Его Var belə семьи. insanlar? Здесь есть такие люди. Görmürəm. Yoxdur. Onda ayağı duraq. Тогда давайте встанем на наши Var. ноги. İstəyirsən tövbə eləməyə? Ты хочешь покаяться? Hə? Ülvi səndən çox istəyir. Rəbb də istəyir. Amin. Gəl. Utanma. Halleluya. Salam. Xoş gəlmisən. Adın nədir sənin? Necə? Bəhruz. Salam. Sizin adınız nədir? Fərqanə. Üzü mənə tərəf durun belə. Aha. Fərqanə və Bəhruz. Halleluya. Amin. Şükür Rəbbimizə. Göylərdə belə böyük bir kitab var. На небе есть большая книга. Yazılır ki, orada çoxlu tumarlar açıldı. Tumarlar, kitablar. И там много книг открывается. Amma böyük bir kitab var orada. Но самая большая книга, Cəmaat, mənə bir dənə baxın zəhmət olmasa. я прошу O вас, gəzintini zəhmət olmasa qutarın orada. İndi, чтобы прекратили хождение. друзья, не разговаривайте, пожалуйста. Я вас прошу, все внимание здесь. Amin. Və orada kəlamda yazılır ki, kimin adı həyat kitabında yazılmayıbsa, И там написано, чье имя не написано в книге жизни, onlar ikinci ölümü görəcəklər. они будут видеть вторую смерть. Birinci ölüm biz hamımız öləcəyik cismən. И телом мы все умрем. Amma ikinci ölüm biz hamımız bilirik odlu göldə əbədi yanmaq deməkdir. А вторая смерть – это вечность гореть в огненном озере. Siz istəyirsiniz odlu göldə yanmaq? Вы хотите Bəs гореть siz? в этом озере? İstəmirsiniz ki? Şükür Allah. Rəbb də istəmir, Tanrı da istəmir. Господь тоже не Ona желает. görə Tanrı bizə görə, bizim günahlarımızı görə öz oğlunu İsa Məsih çarmıxa verib qurban. Из-за этого, из-за наших грехов Бог отдал своего Сына на кресте ради İsa нас. Məsih çarmıxda bizim günahlarımızı görə, bizim lənətlərimizə görə, bizim xəstəliklərimizə görə o çarmıxa getdi. Иисус ради наших грехов, ради наших проклятий пошел на крест. O Allahın quzusudur. Он был агнцем Божьим. Öldü və üçüncü gün dirildi. Он умер и на третий день воскрес. Və Tanrı bütün dünyaya И Бог для всего мира sübut elədi ki, доказал, mən sizi sevirəm. я люблю вас. Əbədi sevgi ilə,
вечной любовью. Və heç kim sizi mənim əlimdən qopa bilməz, oğraya bilməz. Никто не может украсть вас из моей руки. Allah sizi sevir. Бог, Он любит вас. Fərqana. Bərus Allah səni sevir. Он любит тебя. Allah özü səni sevir. Бог lично сам Sən любит orada тебя. oturanda Когда ты там сидел, mən sənin adını bilmirdim. я не знал твое имя. Amma Rəbb bilirdi Но səni. Бог, Он знал твое имя. Və o bilir ki, sən problemləri bilir, sənin həyatını bilir. Он твои проблемы, твою жизнь, все знает. Necə ki, sən doğulmusan. Как ты родился, знает. Necə ki, sən məktəbə gedirsən. Как ты в школу ходил, знает. Necə sən öz ailəndə yaşayırsan. Как ты живешь в своем миру. Bütün həyatını bilir və istəyir ki, səni xilas etmək. Он знает всю твою жизнь и желает O istəyir спасти ki, тебя. daha lənət qutarsın sənin Он həyatını. желает, чтобы проклятие, оно прекратилось в твоей жизни. İstəyir ki, daha sən sevincdə yaşayasan. Но ты, чтобы жил в радости. İstəyir daha sən onun xeyir duasında yaşayasan. Чтобы ты жил в Его благословении. İstəyirsənmi onu? Ты желаешь это? Hə? Yoxsa bizim qardaşımız tək istəyir sənə görə. İli Sən только- özün istəyirsən onu. Твой друг А? желает. Ты лично сам желаешь этого? Amin. Аминь. Yəni belə olsun ki, gəl. İstəmirsən, get otur. İstəyirsənsə Если ты не ki, хочешь, ты lənət можешь tutarsın пойти. sənin həyatında. Если İndi хочешь, чтобы проклятие tövbə. осталось в твоей жизни, Yəni tövbə nə dönmək Allaha tərəf. но ты можешь покаяться и повернуться в сторону Бога. Rəbb, İsa sənin oğlundur, mən gedirəm sənə tərəf. Господь, Иисус, Твой Сын, я желаю идти в Твою сторону. Hə? Amin. Аминь. Onda əllərimizi qaldıraq. Давайте поднимем наши руки. Gözlərimizi yumaq. Telefon Zakroy qoyun naşı ora. glasa. Mən də butulkan qoyum ora. Amin. Mənim dalımca təkrar edin. İbn- Qüdrətli Allah, Всемогущий Господь, mən günahlı bir insanam. я грешный Mən человек. inanıram. Я верю, İsa Məsih что Иисус Христос, Rəbdir, Господь, xilaskardır. и Он O Спаситель. mənim günahlarıma görə Из-за моих öz грехов həyatını qurban verdi. Он отдал жизнь свою. Və üçüncü gün ölülərdən И dirildi. на третий день воскрес из мертвых. Mən qəbul edirəm Я принимаю İsa Məsih Иисуса Христа öz ürəyimə в свое сердце, Rəbb kimi, как Господа xilaskar и kimi. как Спасителя. Tanrı, Господь, Ata, Отец, məni bağışla. прости меня İsa Məsih naminə. во имя Иисуса Mənə Христа. xeyir dua ver. Меня Mənə благослови. mərhəmət et. Помилуй Və меня məni öz yolunla apar. и веди меня своим путем. Məni idarə et. Управляй Öz мною müqəddəs ruhunla. своим святым Духом. Sənə minnətdaram. Я благодарю İndi Тебя. mənim adım И сейчас мое имя həyat kitabına yazıldı. записано в книге жизни. Və sənə minnətdaram. И я благодарю Тебя. Mən etiraz etmirəm. Я не противостою. Mən razıyam. Я согласен. Xilası qəbul edirəm. Я принимаю İradəvi спасение. qəbul edirəm. Принимаю Твою волю. Ata, Отец, oğul, Сын, müqəddəs ruh naminə dua во edirəm. имя Иисуса Христа Və bütün xalq и Духа Святого я молился. təbrik edirəm. Gedin onların dalınca, sən də yolda. Вы можете Аллилуйя! пройти туда. Аллилуйя. Şükür Rəbbimizə. Слава Господу. Слава Богу. Давайте славить Бога. Аминь. Здесь Твое царство, здесь Твоя сила, здесь Твоя слава вовеки. Аминь. Здесь Твое царство, здесь Твоя сила, здесь Твоя слава вовеки. Аминь. О, здесь Твое царство, здесь Твоя сила, здесь Твоя слава вовеки. Аминь. Здесь Твое царство, здесь Твоя сила, здесь Твоя слава вовеки. Аминь. О, здесь Твое царство, здесь Твоя сила, здесь Твоя слава вовеки. Аминь. Здесь Твое царство, здесь Твоя сила.
своего соседа за руку. Öz qonşunun əlindən tut. И скажи такие слова. Belə bir sözlər de. Молись за него, а он пусть за тебя молится. Qonşuna görə dua eləsən, qonşun da sənə görə dua eləsin. Я молюсь, Господь, Ya Rəbb, mən dua eləyirəm за моего ближнего. mənim yaxınıma görə И прошу тебя, və Господь, səndən xahiş edirəm, ya Rəbb, веди ее своим путем. onu öz yolunla apar. Пусть твоя рука будет над ней. Qoy sənin əlin onun üzərində olsun. Благослови ее, Onu xeyir-dualandır. благослови ее дом, Onun evinə xeyir-dua ver. благослови ее семью, Ailəsinə xeyir-dua благослови ver. ее детей. Evladlarına xeyir-dua ver. Господь, Ya Rəbbim, мы благодарим biz тебя. minnətdarıq sənə. Я призываю Mən çağırıram на нее onun üzərinə благодать lütf, и мир sülh да умножится. artsın. Благодать Lütf, и мир sülh да умножится. qoy artsın. Благодать Lütf и мир və sülh да умножится. qoy artsın. Благодать Lütf и və мир sülh да qoy умножится. artsın. Благодать Lütf və и мир sülh да qoy умножится. artsın. Во имя Отца, Ata, Сына oğul и Святого Духа. və müqəddəs ruh adı Eves naminə narod dua skaz. edirdi və bütün xalq desin. Halleluja. Amin. Halleluya. Слава Богу. Tanrı izzət olsun. Rəbbin süfrəsinin keçilməyə hazırsınız. Вы готовы принимать хлебопреломление? Xahiş edirəm o gediş gəlişini orada Я tamamlayın очень da. прошу, чтобы мы прекратили там хождение, Bütün fikriniz burada olsun. чтобы все ваше Diqqətiniz. внимание, оно было здесь. Gəlin həvari iman məzhəbini bəyan edək. Давайте исповедуем апостольский символ веры. Mən göylərin və yerin qadir yaradanına, vaid olan Ata Tanrıya iman edirəm. Eləcə də onun yeganə oğluna Rəbbimiz İsa Məsihə iman edirəm. O müqəddəs ruhdan nazil olmuş, Bakirə Məryəmdən doğulmuşdur. Ponti Pilat dövründə istirab çəkmiş, çarmıxa çəkilmiş, ölmüş, dəfn edilmiş, ölülər aləminə enmiş və üçüncü gün ölülərdən dirilmişdir. Göylərə qalxmış, külli ixtiyarı Ata Tanrının sağında oturmuşdur. Oradan da diriləri və ölüləri hökm etməyə qaydacaqdır. Eləcə də müqəddəs ruha, müqəddəs ümumdünya kilsəsinə, müqəddəslərin toplantısına, günahların bağışlanmasına, ölülərin diriləcəyinə və əbədi həyata iman edirəm. Və bütün xalq dedi, Amin. İsa Məsihi qəbul etmək üçün ürəyinizi hazırlayın. Подготовьте свое сердце, чтобы принять Господа Иисуса Христа. Müqəddəs kəlam deyir ki, çörək və şərabı qəbul edərək, biz Məsihin bədəninə və qanına birləşirik və bizə xəbərdar edir ki, ürəyini Rəbbin qarşısında yoxlamadan və Rəbbin bədənini dərk etmədən layiqsiz yeyib və içirsə, o mühakiməyə yeyib içir. Библия говорит, что принимая хлеб и вино, мы причащаемся к телу и крови Иисуса Христа. И предупреждает нас против того, чтобы есть и пить недостойно, не исследовав прежде свои сердца пред Господом, потому что каждый, кто ест и пьет, не осознавая значение тела Господа, тот ест и пьет в осуждение себе. İndi sakit sükutda biz öz ürəklərimizi araşdıraq və Rəbbin qarşısında öz günahlarımızı etiraf edək ki, Rəbb bizə bağışlasın. А сейчас в тишине будем исследовать наши сердца и пред Богом исповедоваться.
Hamımız birlikdə müqəddəs və salih Tanrım, sənə etiraf edirəm ki, Сейчас все вместе. tez-tez fikirlərimdə, sözlərimdə və əməllərimdə günah işlətmişəm. Səni hər şeydən çox həmişə sevməmişəm. Qonşumu özüm sevdiyim kimi də sevməmişəm. İndi dua edirəm, mənə kömək elə ki, günahlarımı dərk edim və onlardan dönüm. Mənə qarşı rəhimli ol, günahlarımı bağışla, Rəbb İsa Məsihin ismi ilə. Kəlamda yazılıb, amma günahlarımıza etiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək. Если исповедуем грехи наши, то Он, будучи верен и праведен, простит нам грехи наши и очистит нас от всякой неправды. İsa Məsihin ismi ilə günahlarımızın bağışlanmasını bəyan edirəm. Во имя Иисуса Христа я провозглашаю отпущение грехов. Biz öz ürəklərimizi Tanrıya tərəf yönəldək. Давайте обратим наши сердца к Господу. Bəli, bu həqiqətən doğru, düzgün və yaxşıdır ki, həmişə və hər yerdə sənə qadir olan atamıza, Rəbbimiz olan İsa Məsih vasitəsilə şükranlıq edib səni alqışlayaq. Да, это действительно верно, правильно и благословенно, чтобы мы всегда и повсюду благодарили и прославляли Тебя, всемогущего Отца, святого Бога, через Иисуса Христа, нашего Господа. O özünü bizə qurban etdi ki, biz onda müqəddəs xalq olaq, qaranlıqdan xilas edib öz nuruna gətirdi. Он отдал Себя за нас, чтобы в Нем мы стали святым народом, спасенным из тьмы в Твой чудный свет. Bizim onda bol həyatımız var. В Нем мы имеем жизнь с избытком. Buna görə də bütün dövrlərdən və nəsillərdən bəri sadiq olanlarla birlikdə və bütün çoxsaylı səmavi ordu ilə sənin müqəddəs adını izzətləndirib alqışlayacağıq. Поэтому вместе со всеми верными всех времен и поколений, со всеми многочисленным воинством небесным будем славить Твое святое имя и ликуя восклицать. зале, у него боли вот в этой части Burada живота. zalda insan var, qarın ağrısı var, qarının aşağı hissəsi ağrıyır. Возложите руку, и Бог вас исцелит. Əlinizi qoyun, Tanrı sizə Во имя şəfa Иисуса versin. Христа я говорю, боль убирайся İsa прочь. Məsihin ismi ilə ağrı rədd ol. Аллилуйя. И также здесь спинной части. Və bel tərəfdə həmçinin. Именем Иисуса Христа болезнь İsa оставь этого Məsihin человека. ismi ilə xəstəlik tərk elə o Во bədəni. имя Иисуса Христа. İsa Məsihin ismi ilə. Я благодарю Тебя. Mən minnətdaram sənə. Аллилуйя. Halleluya. Sənə göyün və yerin Rəbbinə alqış olsun. Славен Ты, Господь, небо и земли.
sən bizlərə qarşı mərhəmətli oldun, öz yeganə oğlunu verdin ki, ona iman edən hər kəs həlak olmasın, lakin əbədi həyata malik olsun. который проявил милость над нами, людьми, и отдал Сына Твоего Единородного, чтобы каждый верующий в Него не погиб, но имел жизнь Məsih вечную. İsa'da bizə bəxşiş edilən xilas üçün sənə minnətdarıq. Мы благодарим Тебя за спасение, дарованное нам в Иисусе Христе. Müqəddəs ruhu ürəklərimizə göndər ki, o canlı imanı daxilimizdə inkişaf etdirsin. Müqəddəs ruhunla qarşına gətirdiyimiz bu ənlamların üzərinə nazil ol. Пошли своего Духа в наши сердца, чтобы Он созидал живую веру внутри нас. Духом Твоим Святым освети этот хлеб и вино, который мы приносим пред Тобой. Biz sənə minnətdarıq ki, bunların vasitəsilə biz Məsihin bədəninin və qanının iştirakçıları oluruq. Мы благодарим Тебя, что через них мы становимся причастниками тела и крови Христа. Yazılıb, çünki sizə çatdırdığım bu xəbəri Rəbbin özündən qəbul etmişəm. Rəbb isə ona xəyanət edildiyi gecə əlinə çörək götürdü. Şükür edib onu böldü və dedi, bu mənim sizin üçün verilən bədənimdir. Bunu məni xatırlamaq üçün edin. Ибо я от самого Господа принял то, что и вам передал, что Господь Иисус ту ночь, которую предан был, взял хлеб и, возблагодарив, преломил и сказал: примите, едите, сие тело мое за вас ломимое, сие творите в мое воспоминание. Eləcə də axşam yeməyindən sonra kasanı götürdü, dedi, bu kasa mənim qanımla bağladığım yeni əhddir. Bunu hər dəfə içəndə məni xatırlamaq üçün edin. Также и чашу после вечери, и сказав: сия есть чаша, новый завет в моей крови, сие творите, когда только будете пить мое воспоминание. Çünki hər dəfə bu çörəyi yeyəndə və bu kasadan içəndə siz Rəbbin gəlişinədək onun ölümünü bəyan edirsiniz. Ибо всякий раз, когда вы едите хлеб сей и пьете чашу сию, смерть Господню возвещаете, доколе Он придет. Hamımız birlikdə deyək. И все вместе мы скажем: Bu çörəyi və şərabı qəbul etməklə biz sənin ölümünü bəyan etmiş oluruq və sənin dirilişini bəyan etmiş oluruq və sənin izzət içində gəlişini bəyan edirik. Müqəddəs Ata, sənin oğlunun ölümünü və istirabını bu axşam xatırlayırıq. Həmçinin onun dirilməsini və göylərə qalxmasını da. Святый Отче, мы празднуем эту вечерю в память о страдании и смерти Твоего Сына, а также Его воскресении и вознесении на небеса. Biz sənə dua edirik. Мы молимся, Bəşəriyyəti səninlə İsa Məsih vasitəsilə barışdırdığı bu kamil və əbədi qurbanı mərhəmətlə qəbul et. мы молим Тебя, с милостью презри на эту совершенную и вечную жертву, через которую Иисус Христос примирил человечество с Qoy bu Тобой. çörəyi və şərabı qəbul edən hər kəs bir bədəndə birləşsin və Məsihdə diri qurbana çevrilsin. Пусть все принимающие этот хлеб и вино объединяются в одно тело и преобразятся в живую жертву во Христе. Onda onun vasitəsilə və onunla birlikdə indi və əsrlərcə bütün izzət və şərəf müqəddəs ruhda Qadir Ata Tanrı sənə məxsusdur. В Amin. нем, через него, с ним принадлежит Тебе Бог, Отец Всемогущий, в Духе Святом вся слава, честь, ныне и во веки. Аминь. Gəlin Rəbb İsa Məsihin bizə öyrətdiyi duanı oxuyaq. Давайте вместе помолимся молитвой, которую сам Господь Иисус Христос научил нас. Ey göylərdə olan atamız, adın müqəddəs tutulsun, səltənətin gəlsin, göydə olduğu kimi, yer üzündə də sənin iradən olsun. Gündəlik çörəyimizi bizə bugün ver və bizə borclu olanları bağışladığımız kimi, bizim də borclarımızı bağışla və bizi imtihana çəkmə, lakin şərdən xilas elə. Çünki səltənət və qüdrət və izzət əbədi olaraq sənindir. Amin. Rəbbin sülhü sizinlə olsun. Мир Господень да будет с вами. Bir-birinizə sülh diləyin. Пожелайте мир друг другу. Gəlin və qəbul edin. Придите Hər şey hazırdır. и примите. Все Bu sizə görə готово. qırılan Məsihin bədənidir. Это тело Христа за вас ломимое. Bu sizə görə axıdılan Məsihin qanıdır. Это кровь Христа, пролитая за вас. İsa Məsihin ismi ilə. Во имя Və Иисуса xahiş Христа. edirəm xalq bu tərəfdən
Я Gələsiniz, yəni şərabla çörək götürəndən sonra öz yerlərinizə keçin. чтобы с этой стороны все проходили. И после того, как вы взяли хлеб и вино, проходите на свои места. Тело Христа ломимо за вас. Что говорит там? Bizim günahlarımız affılanırsa Məsih qadı götürülür. На престоле один Иисус святый, лишь Он достоин хвалы, всей чести и славы. На престоле Бог, на престоле один Иисус святый, достоин Ты, лишь Он достоин хвалы, всей чести и славы. Поем мы, Агнец был распят, только Он достоин честь принять, Ему подобных нет. Пред Ним поют, склонясь, все святые славу вознося, Ему подобных нет. Агнец был распят, только Он достоин честь принять, Ему подобных нет. Пред Ним поют, склонясь, все святые славу вознося, Ему подобных нет. На престоле один Иисус святый, лишь Он достоин хвалы, всей чести и славы. На престоле Бог, на престоле один Иисус святый, достоин Ты, лишь Он достоин хвалы, всей чести и славы. Поем мы, Агнец был распят, только Он достоин честь принять, Ему подобных нет. Пред Ним поют, склонясь, все святые славу вознося, Тебе подобных нет. Агнец был распят, только Он достоин честь принять, Ему подобных нет. Пред Ним поют, склонясь, все святые славу вознося, Тебе подобных нет. Ты славой коронован, Ты славой коронован, Ты славой коронован, наш Бог Господь всего, лишь Ты один достоин.
Rəbb İsa Məsihin bədənini və qanını qəbul etdiniz. O sizi əbədi həyata qədər qoruyur. Вы приняли тело и кровь Господа Иисуса Христа, да хранит вас до вечной жизни. Əziz səmavi ata, yeni əhdin ənamı olan lütflə bizə verdiyin sənin müqəddəs çörək bölmədə iştirak edə bildiyimizə görə sənə minnətdarıq. Мы благодарим Тебя, дорогой Небесный Отец, за благодать, которую Ты даруешь нам через Твое святое причастие, дар Нового Завета. Bizə kömək elə ki, sənin çağırışına uyğun layiqli həyat sürək və səni sənin səltənətində qarşılaya bilək. Помоги нам жить достойно Твоему святому призванию так, чтобы мы могли встретить Тебя в Царстве Твоем. Və bütün xalq dedi, Amin. İndi isə mən istərdim ki, kain xeyir-duasını sizin üzərinizə gəlsin. И сейчас я благословение священника хочу на вас. Qoy Rəbb sənə xeyir-dua verib səni qorusun. Да благословит Тебя Господь и сохранит Тебя. Rəbb öz nurlu üzünü sənə göstərərək lütf versin. Да презрит на Тебя Господь светлым лицом Своим и помилует Тебя. Rəbb üzünü sənə tərəf çevirsin, sənə sülh versin. Да обратит Господь лицо Свое на Тебя и даст Тебе мир. Ata, oğul, müqəddəs ruh naminə və bütün xalq dedi. Во имя Отца, Сына, Святого Духа. Аминь. Halleluya. İndi isə А теперь axırıncı mahnı ilə Rəbbi belə izzətləndirək ki, qoyun sevinci bizim ürəklərimizi bol-bol doldursun. прославим